Sabahınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi Doğma kanalımızın efirində 2 saat ərzində tam səmimi canlı efirdə işinə, gücünə start verdi. Bizə uzaqdan, yaxından, uzaqdan baxan bütün izləyicilərimiz 2 saat ərzində bugün burada çox dəyərli insanlarla bir arada olacağıq. Çox gözəl qonaqlarımızla bir arada olacağıq. Ona görə də siz nə edirsiniz? Kanalı heç bir yerə dəyişmirsiniz. 2 saat ərzində ancaq və ancaq hara baxırsınız? Tam səmimiyə baxırsınız. Bu arada xatırladıram ki, Milan VIP Hospitalın, Agromal Özbekistan məhsullarının və Doktor Seyfəddin Klinikasının sponsorluqlarıyla bizi canlı izləyirsiniz 2 saat ərzində. Milan VIP Hospitalında hələ ay sonuna qədər həkimlərin qəbulu pulsuz olaraq qalır. Aparatlarla müayinə götürmək istəyənlər, xüsusilə robot test aparatı, orada bilirsiniz ki 50% indirim sizi gözləyir. 185 manat deyil, cəmi 50 manat aparat üçün ödəyəcəksiniz. Nərmanov metro stansiyasının çıxışında yerləşir Milan Hospital, əlaqə saxlayın. Təşəkkürlərim olacaq Agromal Özbekistan məhsullarına. Azərbaycanın bütün demək olar ki, regionlarında artıq mağazalarının filiallarını açdılar. Bakı şəhərində Şərq bazarı, o cümlədən 3-cü mikrorayon dairəsi daxil olmaqla Sumqayıtda, Xaçmazda, Qusarda, Astarada, Bərdədə, Beyləqanda, Gəncədə və bütün regionlarda artıq Agromal çəki ilə paltarların satışına start verildi. Gözdə qulaqda olun, soruşun, gedin 1 kilosu 10 manata, 20 manata paltarlar alın. Təşəkkürlərim olacaq Doktor Seyfəddin Klinikasına təbii üsullarla müalicənin bir tək ünvanıdır. Xətai rayonu Həzə Aslanov metro stansiyasının çıxışında yerləşir Doktor Seyfəddin Klinikası. Təşəkkürlər. Hava bugün əməllicə qış havasıdır. Dedi, yaz gəlir. Qış paltarlarımızı çıxartdıq evdən. Yaz gəlir. İndi də paltar tapırıq. Səhər təsəvvür ki, bir adam bir yerə çağırır məni, əziz tamaşaçılar. Gəlim, dayanıram paltar şkafının, qardırobunun qabağında. Deyirəm, nə geyinim mən? Hara gedirəm, gedəcəmi geyinirəm, qutqamı geyinirəm əynimə. Çünki o birisiləri hara basıblar, hara yığıblar, bilmirəm. Ona görə artıq, belə deyim də, məcburiyyətdən qış güdəkçəsi ilə gedirik. Nə qədər ki, havalar belə soyuq keçir. Əslində yaz yağışıdır. Yaz yağışı görünüb biraz yağır, gün çıxır, adamın keyfi əhvalı. Bu əməllicə qış yağışıdır. Yaz yağışından çox qış yağışına oxşuyur. Nəsə, bizim gözəllərimiz buradadır. Birazdan sonra yox, elə indi dəvət eləmək istəyirəm. Səhnəmizin günəşi. Türkiyədə deyirlər, sönməyən günəş. Zəki Müren üçün deyirdilər. Elə bunun soyadı günəşdir də. Bundan sonra nə bilim, filan kəs günəşli, filan kəs günəş. Bəsdirin də. Xahiş edirəm, adınızı dəyişin, soyadınızı dəyişin. Nə bilim, filan kəs günəşli, filan kəs günəş. Hatta var da bu günəş, başqa şey fikirləşin, başqa şey tapın. Zahidə Günəş buradadır, ifası ilə gəlsin. Soruşsalar bitti deyərsən, mənə bu qədər yetdi deyərsən. Hər ayrılıqda səbəb olmaz, o çıxıb getdi deyərsən. Hər ayrılıqda səbəb olmaz, o çıxıb getdi deyərsən. Xatirələr qalan deyil, sevgimiz ki yalan deyil. Qəlbimi incitdi deyərsən, sevgimiz ki yalan deyil. Qəlbimi incitdi deyərsən, soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən.
çıxıb getdi deyərsən. Soruşsalar bitdi deyərsən. Mənə bu qədər yetdi deyərsən. Hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Yadlar heç nə söyləməsin, arxamca pis söz deməsin. Kimsə səndən inciməsin, özgələr öyrətdi deyərsən. Kimsə səndən inciməsin, özgələr öyrətdi deyərsən. Soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən. Hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən. Hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən. Hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən. Hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Soruşsalar bitdi deyərsən. Teşekkürler Zahide Hər Hanım, hoş vaxtınız xeyirli geldin. olsun. Necəsən, nə var, nə yox, Tamaşaçıları gözəlimiz. salamlayıram, operatorlarımızı, Gəlin bura. rejissorumuzu, hər kəsi salamlayıram. Bayramınız mübarək olsun. Allah can sağlığı versin. Allah Çox sağ sizi olun. qorusun, hamımızı qorusun. Amin Hər inşallah. zaman Ay üzümüz Zahide Hanım. gülsün. Amin inşallah. Amin, 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 amin. Baxın görün bizim reklamlarımızın vaxtı deyil ki. Yox, hələ varımızdır reklamlarımıza. Necəsiz, nə var, nə yox, işlər necə gedir ay Zahide Sağ ol xanım? mənim dəyərlim, əzizim, canım, Yaxşılıqdır. qardaşım, hər şeyim bir sözlə. Hər Yaxşı. şey əladır. Allah. Necə görünürəm? Yaxşı. Əhval Keçən dəfə ruhiyyən, elə bil ki, yaxşı. əhval ruhiyyən yaxşı deyildi. Bir ara əhval ruhiyyən çox yaxşı idi. Sonra elə bil o müəyyən şeylər baş verdi. Ondan sonra elə bil ki, biraz İndi o qədər yaxşıdır ki, çünki insan aylar, illər keçdikcə, məsələn, yaşa dolduqca, elədiyin səhvləri sonra düzəldəndə və yaxud da görürsən ki, bir dənə görürsən, əsəbləşirsən ki, ay bu niyə belə oldu? Amma insan sevinməlidir ki, ziyandan qaydımsan. O negativ şeylər səndən uzaqlaşıb, sevinginlə ki, uzaqlaşıb. Min şükür bugünə. Amma Zahide xanım, sən Ay canım. səhv eləyən xanım deyilsən. Sən Azərbaycan tamaşaçısı, heç vaxt artıq əskik danışan, qalma qaldı adı hallanan, şəxsi həyatı ilə gündəmə gələn, ümumiyyətlə şəxsi həyatını göz önünə Bəli. gətirən müğənni kimi tanımayıblar. Bəli, Sən tanımayacaqlar da. necə tanıyıblar insanlarımız? Zahidə Günəşimiz ancaq mahnıları ilə sakit ilk efirə gəldiyin gündən ta bu günə qədər. Amma bu son vaxtlar, onlar da hardasa bir il zadda, bu ailə məsələsi ilə bağlı İndi biraz deyəcəm, efirlərdə... deməli Samir, insan o Əslində səhv qədər, eləməmsən, nə səhv ki insan burada? o qədər, yəni ki, nə danışır, danışsın da insan. Hə. Həyatında o vaxtı səhv eləmir ki, artıq həyatda yaşamır. Hamımız səhv eləyə bilirik. Mən də onu səhv saymıram, ailə qurdum, alınmadı, nəsə oldu. O alnıma yazılan yazı idi. O mən istəsəydim də, istəməsəydim də yaşamalıydım. Olacaqdı, hə. Hə. Çünki o yazı Amma idi. Zahide xanım çox sevinmişdin. Çox sevinmişdin. Biz necə hər bir xanım istəyər də xoşbəxt olsun. O da sizi çox istəyirdi. Həddindən artıq. Valla mən getdim evlərində axşam yeməyinə o qədər Zahidə xanıma dəyər verirdi. Da elə ancaq o pərvanə kimi Zahidənin başına dolanırdı. Sonra Sən demə eşidəndə yalan imiş hamısı. yalan imiş. Əlbət yalan imiş ki, mən elə oldu da. Nə bilim valla.
Sirkə tünd olanda öz qabını sındırır. Yalan da olsa, nə də olsa. Aynı xoşbəxtçilik də olsa o həyatı yaşadım, min şükür. Bugün də xoşbəxtəm. Durdun yalan imiş. O hərəkətlər yalan idi. O sənə Bilmirəm samavarda axı, çay vallahi- dəmləyirdi. vallahi Sənə bilmirəm. manqalda kebab çəkirdi. Samir, insanlardan- Gül çiçək əkirdi. Əzizim, insanlardan elə qorxuram ki, artıq o şeyləri görəndən sonra insan düşünür ki, bundan sonra mən kimə inanım? Sən şahid olmuşsan da, yanımdasan, doğmamısan. Məhdər Ondan qalmış. sonra kimə inanasan? Amma inamsız da yaşamaq olmaz. Çünki mən əgər inamsız yaşasam, onda mənə də kimsə inanmaz. Sən tamam əlaqəsini kəsib səndən. Heç axtarmır, aramır, yığmır. İnanmıram. Səncə? İnanmıram, yığmır. Düzün deyəcəm, artıq 8 ay keçir. 8 ayın 7 ay, 15 günün qapımda maşında yatıb. Amma gördü ki, da artıq lazım deyil də. 8 ayın, 7 ay, 15 günün günün. qapımda maşında. Ola bilər dansa da, danmasa da özü bilər. Yəni onu mən yox, qonşularım da, evdəkilər də maşınla mən verilişə gedəndə, toya gedəndə də, gələndə də həmişə görmüşəm elə durub evimizin yanında yox. Biraz da bir 20 metr orada maşın oturub elə. O da səni sevib də Zahidə. Allah Peki səhv barışırsan? Sənə qurban olum, gəlməmişik ki verilişdə, onun yaradıcılıq gecəsidir. Yaxşı. Onda reklamlara İstəmirdim ayrılaq. danışaq, amma sən danışdın, Hə, deyə yo, dedim danışdım. bir Lazım nöqtə deyil. qoyaq da. Çünki qabağıma çörək qoyub da adam. Qabağıma çörək qoyub da adam. Nətər danım, çay gətirib, əlləri ilə məni Nuş yedizdirib. olsun. İndi Bu da bir ömürdür. Hə? Gəlib keçəcək. Keçdi də. Keçdi getdi. Canı Məsələn, güzel xanım görürəm. birazdan sonra, Əliqo birazdan sonra nədir? Psixologumuz Aytən xanım buradadır. Hazırdır Aytən xanım. Aytən xanım gəlin keçin ora. Sabahınız xeyir olsun, bayramınız mübarək. Bayramınızın Ata mübarək. xanım nə gözəldir. Necəsiniz? Salam, Ay, nə əyləşin. gözəl xanımdır. Bugün olsun gözəllərlə bir yerdəyik. Oradan əyləş, başdan əyləş. Siz Bayramınız yaxşı görün. mübarək. Bayramınız mübarək olsun. Necəsiniz Aytən xanım? Nə var Allah, nə? Zahidə xanımı gördüm, daha gözəl oldum. Mən də deyirəm, niyə Sumqayıta günəş çıxıbdı? Siz demək, Zahidə günəş buradaydı. Günəşi qoyurlar ki, qalsın. Bəli. Nə bilim, hamı götürüb özünü eləyib günəş. Acığım tutmur Zahidə xanım elə olanda. İnansa imtina eləmək istəyirəm adam. Yox, amma biri də var ki, seçiləsən. Bəli. Günəşi bu Hamının götürüb adı də. Günəş Məsələn, ola Kəmalə bilər, də götürüb amma- eləyib Kəmalə Yox, günəş. 5-6 nəfər var, tək o deyil. O yenə də ona yaraşır. Sonra Amma başqa elləri kimə? var ki, nə bilim, çoxdur. Çoxdur, valla. Düz, mən də geçmişdim. Neçə? Ev yoxdur, olsun da ev yoxdur. O Hər zarafat kəs da deyirəm, günəşdən imtina- enerji alırsa, Hə, ev yox. Hamı da can. özünə İndi o zarafat da məxsus deyirəm, seçilir. imtina eləyim, o zarafatla deyirəm. Günəş deyəndə bilər ki, Zahidə günəş və sənə Samir, yadında yaraşır. saxla. İnsan adı bəzəyir. Ad insanı heç vaxt bəzəməyib. Bəli. İnsan adı bəzəyir. Adı yaşadan biz özümüzük. Bəli, Doğrudan. bəli əzizim. Təbii ki, təbii Bəli. ki. Ad qoyularkən bəzən görürsüz ki, deyilir ki, bir insanın adı məsələn deyək ki, elə Zahidədir, amma hər kəs onu Günəş deyərək çağırır. Onun enerjisi daha çox onu parlaq etdiyindən bir də görürsüz ki, o adı özü artıq bir təsvir etdi, ona bir enerji verdi və o enerjinin də içərisində elə Zahidə Günəş deyərək və yaxud əzizim. Samir deyərək və yaxud Aytən deyərək hər kəs bizim adımızı Bəli. daşıya bilər. Bəli. Amma bizim öz dəsti xəttimiz Bəli. var, bizim öz seçimimiz var, bizim öz yanaşma tərzimiz var. Odur ki, Bir şey demək istəyirəm. Bax, efirdən deyirəm. Xanımlar, bax, xahiş edirəm, heç vaxt paxıl olmayaq. Nə qədər qəlbimiz təmiz olsa, həyatımız gözəl olacaq. Nəyə görə dedim o sözü? Xanım çox gözəldir, saçın rəngi də çox gözəldir, yaraşıb. Gözəl Ona görə gününüz dedim. olsun, gözəl Vallahi gününüz gərək olsun. bir-birimizin dəyərini bilək. Nədir? Hər təbii zaman. ki, təbii. Reklamlardır, əziz tamaşaçılarımız. Reklamlardan sonra gözəl bir xanım da burada olacaq. Gülüm də gəlib, bəzənib, düzənib, geyinib, keçinib, soyunub. Qışın günüdür, qalaçıq başacaq məndən 5 metr. Nəsə, birazdan sonra efirdə olacaq, reklamlar da hal-hazırda. Sevdim seni sevdim.
sen ettin oyuncak. Oynattın yüreğimi, sen ettin oyuncak. Sevdim seni sevdim, oldum sana aşık. Ettin beni aşık, ettin beni hasta. Attın beni gittin, koydun gözü görüyorum. Get daha yarım, ölsem bile gelme benim mezarım üstte. Ölsem bile gelme benim mezarım üstte. Yağdıca yağışlar, estice küləklər. Ağlayır halime, ak göyde melekler. Anlar beni anlar, gem çekmiş yürekler. Yazık yüreğim gördü, çok hile keleyler. Yazık yüreğim gördü, çok hile keleyler. Sevdim seni sevdim, oldum sana aşık. Ettin beni aşık, ettin beni hasta. Attın beni gittin, koydun gözü görüyorum. Get daha yarım, ölsem bile gelme benim mezarım üstte. Ölsem bile gelme benim mezarım üstte. Gitti o güzel güller, gitti o fesiller. Tek hatire kaldı bize köhne şekiller. Elimden ayrılıp yoktur hemin eller. Öttüğüne çaylar, öttüğüne çaylar. Öttüğüne çaylar, öttüğüne çaylar. Sevdim seni sevdim, oldum sana aşık. Ettin beni aşık, ettin beni hasta. Attın beni gittin, koydun gözü görüyorum. Get daha yarım, ölsem bile gelme benim mezarım üstte. Ölsem bile gelme benim mezarım üstte. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Xoş gülüm, necəsən, nə var, nə yox? Necəsiz? Yaxşı, mən yaxşıyam, siz yaxşı olun. Maşallah, efirlərdən düşmürsən, ay gülüm. Maşallah gününüz olsun. Sizin kimi dostları, insanların sayəsində, əlbəttə ki, Zahidə xanımın, mənim ürəyim, canımın sayəsində. Zahidiyə deyirəm ki, Dəstək Zahidə, olur çox mənə. sağ ol. Həqiqətən. Bax, inanırsan ki, gülüm, Necə? çox müğənnilər gəlirlər bura, şikayət eləyirlər ki, bacımız bizə dəstək olmur.
Məsələn, keçən dəfə bir xanım gəlmişdi, Simariya İmanovanın bacısı, xalq artisti. Deyir, yalvarmaqdan ölmüşəm bacıma. Bir dəfə olsun mən deyir, efirə çıxartmır, dəstək olmur. Yəni, adın var da deyir, sən hara deyirsən. Amma məsələn, Zahidə, elə bilsən hamı eləyir bunu. İndi adlarını çəkmirəm də, çox müğənniləri. Hətta elə efirlər var ki, dedim, necəm adını çəkməyəcəm efirə. Deyir ki, əgər mən bacımın qızı gəlməzsə, mən gəlməyəcəm. Deyirsən, hə, Zahidə xanım? Vallahi elə deyir. Həqiqətən. Ona görə harda, hansı verilişdə varsan, Deyirlər ki, Zahidə xanım, sən indi gəl, gələn dəfə gələr. Deyirəm, elə onda indi gəlmirəm, gələn dəfə bərabər gələrik. düz edirsən. Gözəl Göyçək xanımdır, efirə yaraşan xanımdır. Belə bir çıxmasın, ifa tərzi maraqlı bir Və xanımdır. yeni ulduzun yetirməsidir. Yeni ulduzun- Müsabiqələrdən gəlib, təhsillidir. Və niyə efirə çıxmasın ki? Efirə çıxmama səbəbi nədir? Yəni, niyə çıxmasın efirə? Özü bir adam dəstək olmalıdır da. Xalası bunun səhnədədir. Samir, Və özün Aşıq bilirsən Zülfiyə- efirlərə kimi çağırırlar da indi. Aşıq Zülfiyə oğlu ilə, Əlikram Bayramov hara gedir, oğlunu da aparır efirlərə. gülürəm. Tacir müəllim, Bəli. ondan sonra çox. Hamısı uşağı ilə. Bağışlayın da siz oruçsuz. Yox, Sən Allah də bağışlasın, uşağın çox istəmədiyinə görə, Sağ olun, təşəkkür edirəm. gülüm buyur. Sağ olun. Sən də uşağın istəmədiyinə görə, sən də bacının qızın aparırsan efirə. Burada paxıllığın adı nədir? Aytan xanım, doğrudan bu sənət insanlarının əksəriyyətində bu, bilmirəm adı nədir, siz daha dəqiq deyərsiniz. Bunun adı paxıllıqdırmı, yoxsa bunun adı nədir? Elə bir ailədən 2 nəfər, Bəli. tutaq ki, 2 bacı və yaxud 2 qardaş və yaxud nə bilim, bacısı uşağı özü elə bir qısqanırlar, istəmirlər ki, bir ailədən 2 nəfər olsun. Əgər özündən bir neçə yaş kiçikdirsə, öncə görürsünüz ki, o uşaq, məsələn, deyək ki, Gülü Zahidə xanıma öncələr qibdə eləyibdir. Amma genetikasında var ki, yəni bunun səsinin ahəngi, inkişafı, bir balaca da ona təhsili əgər əlavə edirsə, istənilən gözəl nəticəni alır. Və Zahidə xanımın adı daha ağıllı olur da, düşünür ki, mənim adım 2 dəfə artıq səslənəcək. 2 dəfə artıq görəcəksiniz ki, mən bir yerdə daha çox özümün bir dəstək xəttimdən gedə bilirəm. Çünki gedərkən əslində ilk qazanan yenə Zahidə xanımın özü olur. Zahidə xanımın bacısı qızı. İllər keçəcəkdir ki, bu gözəl səsin sahibəsi özü olaraq, öz dəstək xəttinə görə hər hansısa bir, deyək ki, bir nəğmənin bir balaca aranjirovka deyirsiniz də, sizin dildə desək, onu belə etməsi, bir yenilik, yeni ruh verəndən sonra onda olacaqdır ki, hə, bu Gülüdür. Mən amma düşünürəm ki, elə düşünmürəm. Fikirləşirəm ki, Zahidə, yəni əvvəldən hələ illərin tanınmışı, sevilən müğənnisidir də. Nə qədər mən gündəmə gəlsəm də, neynəsəm də, yenə deyəcəklər ki, hə, Zahidə xanım bacısı qızıdır. Bacısı qızıdır, hə, o ad qalacaq Kökündə o dayanır. Çünki gəlin belə deyək də, siz baxın, görürsünüz, ona göndərdiyiniz bir qibdə hissi olubdur. Paxıllıq bir mərəzdir, insanı daxilindən yer. Qibdədə isə insanların o xoşbəxtlik hormonu, oksidasin hormonu pərvazlanır, gözəlləşir. O gözəlləşdikcə, o sizə enerji verdikcə, siz daha da çox irəliyə gedə biləcəksiniz. Amma bugün siz desəz ki, yox, bir balaca səsi artıq o səs deyil, səsi bunu oxuya bilməz. Zahidə xanım haqqında belə antireklam olacaq bəzi sözlər ki, desəz ki, daha çox tanınasınız. İnanın ki, onda siz iraq-iraq məhv olmuş olarsınız. Bəli, amma təkcə sizin simanızda danışmırıq da biz. Baxın, görün, bax, az öncə, bax, məsələn, dedilər, qeyd etdilər ki, hər hansısa bir əməkdar artistdir, o qədər küsülü bacılar olubdur ki, biz baxmışıq ki, hə, öləndən sonra o bacı belə gündəmə gəlir də. Amma yəni biz, axı, eyni zamanda biz tamaşaçı, bəli, Zeynəb xanımın çox qəşəng səsi var idi. Bizim məndə lent yazılar var, evdə bax bu dəqiqə. Zeynəb xanımın bəzi toyları var, Nardaranda, Maştaxada, qadın toylarında. Çox gözəl yəni səsi olubdur. Çox həddindən artıq. Və yaxud, baxın, Mətanət İskəndərlinin bacısı Sədaqət xanımın çox gözəl səsi var. Niyə də məsələn Mətanət xanım ona dəstək olmasın?
Niyə də o səsi biz Mətəl basıraq? xanımla çox dəstək Bizdə paxıllıq olmadı. yoxdur, Allah eləməsin. Bax, gülüm məsələn Hə. olur ki, bizdə olur, gəlib, tutaq ki, qalıb. Hələ belə də indi sport geyimində gəlib. Anidən efir çıxıb və yaxud da konsert. İndi evlərinə getmək üçün Bəli. vaxt itirəcək. Özü desin, Gülüyə demişəm, Gül, aç. Açır qardırobu. Mən geyimlərimi. Deyir ki, birdən nəsə geyinirsən. Dedim, yox. Makiyajlı paltarı. Sən nə seçirsən, seç. Axırda mən nə olsa, mən o geyinəcəm. Bilirsiniz Zahidə xanım, Bizdə insan maraqlıdır. unudulmaq Heç istəmirsə, vaxt. Zahidənin ürəyindən mən bir şey deyim sizə Aytən Vallahi, xanım. min çox şükür bu üzr günə istəyirəm. ki, Allah mənə belə Zahidə ürək bir verib. Gülüyə qarşı belə deyil ha. Zahidənin ürəyindən bu show biznes aləmində bax and ola səmimiyyətimə ağzımda oruçdu da. Zahidənin səmimiyyətindən, Zahidənin dürüstlüyündən bu show biznes aləmində belə pis çıxmasın. Şəbnəm Tovuzlunun özü Zahidə xanımın Şəbnəmlə dostumda fanatı olub. Fanatı Öz olub. efirdə Hər orada bir gün şey baxdım o verilişə. Mən ondan qabaq da bilirdim. Hər gün Zahidiyə qulaq asmaq üçün avtobusla gedirdi. Zahidənin işlədiyi bir məkan var idi. Adını çəkməyəcəm. O məkana gedirdi, orada Zahidə xanıma qulaq asırdı. Zahidə xanımı dinləyirdi. Fanatı idi da. Nəinki o. Da rəhimlidən tutmuş. Da kimləri deyim, kimlər. Hələ gözümlə gördüklərimi deyirəm də mən. Ona görə Samir, mən həyatda bəxtim gətirmədi. Hə, Zahidə Yox, elə bilsən deyil. nə? Taleyim Aç! elə deməyin. Yo, Zahidə bu sözlər heç kim üçün deyilmir. Məsələn, verilişə qonaq gəlir, hə, qonaqdır da, oxuyur, oradan Hə, buradan qonaq söhbət xətrinə edir, yola gedir. vermək başqa bir şeydir, Bir dəfə təbii sən ki. bura gələndə elə bilir ki, öz bacımız gəlib, doğmamız gəlib, pisimiz də sənə bölüşə bilirik, yoxluğumuz da səndən bölüşə bilirik. Bu, hər adama nə... Zahidə bax, show biznesdə olan müğənnilərin əksəriyyətinə qarnını doyuzduran bu olub. Yeməkləri bu olub. Paltar geyindirəni bu olub. Efirə paltar tapıb geyinib gedə bilmirlər ha. Bu olub. Evləri yoxdur. Hamısı Zahidənin evində qalıblar. İnanın ki, balaca uşağı idim, üzr istəyirəm, sözdə kəsirəm. Mən şahid olmuşam hamısına. Yəni hamısı Zahidənin evində Samir, qalıblar. mən heç vaxt da danışmamışam da, sən yanımda olmuşsan deyə deyirsən. Hə, çox, Mən heç çox, vaxt çox. efirdə bu sözləri, yəni heç kəsin barəsində demirəm. Amma Elza görün nə Seyid Mən gözəldir ki, görürəm, kimsə mən sizin görürəm üçün ki, bunu desin də. onu deyib. Düzdür. Məsələn, mən ilk dəfə olaraq deyəcəm bu sözü. Bax, Samir, sən verilişində deyəcəm. Heç vaxt demirəm. Elə bir müğənni var ki, bu dəqiqə adalıb, məndən istəməyib. Mənim də yaxın müğənni deyib ki, Moskvaya gedirəm, şubam yoxdur da, mən toya şuba geyməliyəm. Dərmədi ki, zaten şuba onlar mənə, deməyib o müğənni üçün. Onlar mənə verəsən, demişəm, sən qurbandır. Götür, geyin, get. Şubanın qiymətlərini bilirsə 8 min, Bəli. 10 min, 12 min civarında. Demişəm, götür, geyin, get. 10 gün keçib, məsələn, o müğənniyə demişəm ki, mən filan paltarını onu geymək istəyirəm. Hardasan, gətirərsən də geyinim. Qalıb belə, Zahidə, mən necə deyim sənə? Və filan müğənni var, o istəyirdi, onun üçün aldım. Durum, hə, ev yox, canım sıxma. Moskvaya o gedib, o alıb. O müğənni gəlir, sonra biz dövlət televiziyasında verilişə çıxırıq. Gör, həyata bax. Mən otururam idi, mən gəncəm də, girir içəri belə deyir, bunlar burada neyinir? Yox, mən çıxmıram. Xəbəri yoxdur ki, mən şubamdan Moskvaya toya getmişsən sən. Və bu qızım, and ola Allaha. Zaten sən mənim Üzünə də vurmamışam, yox, lazım Zaten kim deyil. idi? Yox, üzünə də vurmamışam, heç vaxt. Günü bugünə qədər bilmir ki, o mənim şubamdan gedib Moskvaya özdə 10 gün... Efirdə deməyəcəm, gör budur. Gəlib. Yox, yox. O deyil. Yox, o da, onda da çox şeylərim qalıb, hələ indiyə qədər. Halal xoşu. Onda da. Heç, yəni ki, heç adını da çəkmirəm, halal xoşu. Amma o elə bir adamdır ki, bəlkə neçə də villası var, ev yoxdur, canına qismət. Amma insan sadə olar. Düşünmürsünüz müəyyən enerjilərinizi göndərmisiniz ona? Bəlkə də. Yaxşı. Bəlkə də. Bəlkə də onları adalıb elə mən almamışam. Zahidə xanım, addan əlavə, Aytən xanım deyirlər ki, bəzən mən evdə... Veriblər demirəm, alıblar deyirəm. Sözdə sən Zahidə, bir də düşmətə görsən, bax. məsələn, biz hara geyinirik paltarda, məsəl üçün, ancaq geyindiyimiz efirdə, hərdən baxıram bir mayda, mənim ayaqqabımın altı niyə cırılmır? Mən bu ayaqqabıları neyiniyim, təzə-təzə də, birini geyinsən, ikisini geyinsən, sonra yer tapa bilmirsən, maşın da olur, ev də olur, yer göy ayaqqabıdır, eləsə var, heç ayağı almamısan da. Bəli. Bir də görsən, məsələn, mən paylaşmağı xoşlayıram, götürəm, verirəm kiməsə. Aytən xanım, hiss eləmişəm, konkret məsələn bilirəm də, mən bunu Aytənə verirəm. Bəli. Verəndən sonra elə bilirəm ki, işlərim düz getmir.
Mən o təzəlicə Bax, mən bilmişəm. indi ona görə deyirəm Hə, ki, müəyyən bəzi məqamlarda həqiqətən də biz bunun fərqinə varmırıq. Amma bax, bu peşənin dərinliyinə getdikcə, inanın ki, hər gün daha nəsə bir şey öyrənirəm. Hər gün daha nəsə öyrəndikcə və geriyə baxanda deyirəm ki, mən doğrudan filan kəsə bu paltarı verdim. Bir dəfə elə oldu ki, mənə çox yaxın bir adam idi. Gəldim, dedim ki, düzdür, vermişəm sənə bu paltarlara. Amma xahiş edirəm geyinmə ginən. Geyinmə, götür kiməsə ver. Və yaxud bacarırsansa, yəni o lalafo deyirsiniz, nə deyirsiniz, gedin, satın, nəsə eləyin də. Amma geyinmə. Mən görürəm ki, yəni bu yaxşı. Və ondan sonra həqiqətən də, yəni istəmirəm. Bəzən elə olur ki, amma elə insan da var ki, onunla bölüşdükcə, elə bir ki, bir də baxırsan, sənin qarderobun dolub. Ağradan çox şey Bəli. asıldı. Və burada çox şey Məsələn, bir asıldı. söz də deyəcəm, Samir, bəlkə səndə var. Bax, tutaq ki, məni toya çağırırlar, pulsuz toydu. Pulsuz. Bəli. Düzdür, qazilərdir, şəhid ailələrdir, o sevə-sevə gedirəm. Hətta mənə deyiblər ki, hörmət olunacaq, gedib görmüşəm ki, qazi ailəsidir. Heç mənə deməyib, qazi ailəsidir, çağırıb. And ola Allahın varlığına 1 manat da götürməmişəm. O başqa bir şey. Bir də var ki, tutaq ki, tanışdı, Zahid, nə olar? Ya bacımın toyu, qardaşımın toyunda, nə bilim, qohumun toyunda oxu da. Gedmişəm, pulsuz oxumuşam, gəlmişəm, toylarım dayanıb. Əlimə pul gəlməyib. İşim olmayıb. Bəli. Bir dəfə olmayıb. Bir oğlum yanımdadır da. Axırda oğlum mənə dedi ki, ana, sən fikir versən biz pulsuz toya gedəndə toylarımız dayanır. Dedim, Səmral düşünmüşdüm, ürəyimdə danışırdım, o heç kəsə demirdim. Bu doğruymuş. Axırda bir toy vardı, yenə də mənim bir müğəni vardı, çağırdı ki, əmmin nəvəsinin toyda Zayda gəl, bir iki dənə mənim adımdan oxu. Yox, getmişəm. İndi o deyirəm ki, mən 1 manat ver də. Belə deyirəm, indi mən gəlmişəmsə, mən əlimə pul gəlməyəcək də. Çıxartıb, Zayda gəl, onda 10 manat benzindir, 10 manat nədir? Mən maşını benzin vuranda bir 120 manat olur da. Benzin yox. 10 manat. Hə, 1 manat ver, deyir ki, 10 manat. Belə. İndi deyirəm, sonra da gəlib düşünürəm, deyir ki, Zayda Günəşi 10 manata gətirdim, oxudu. Məsələn, mən Allaha and olsun, deyirəm ki, gedib orada burada Zayda Günəş gəlmiş 10 manata. Day demir ki, mən heç, yəni dedim ki, istəmirəm, 1 manat verginən. Yəni Heç mən olmasa əlimə əlimdə pul dəysin. ruzu olsun Zayda ki, xanım, mən gedəcəm, mənim toyum olmayacaq. Baxın, Olan bəzən şeydir, görür mənim ki, başıma gəlir. Hər kəs düşünür ki, Zayda xanım toydadır. Bəli. Yəni daha çox Allah olsun, bol eləsin. Kimsə borc istəyir. Əgər zərrə qədər də olsa düşüncənizdə yaranırsa ki, birdən verə bilməz. Siz bilin ki, o pulu vermişkən o insana ən böyük pislik eləyəcəksiniz. Çünki ilk düşüncədə birdən verə bilməz. O artıq gəldi, o energiya getdi o insana. Və bəzən olurdu, oradan da borc alan insanlar lap gözəl imkanı da olur, hər hansısa bir biznes də olur. Deyir, mən bilmirəm də nədirsə, yəni dayandı. Mənim birdən-birə biznesim Onsuz mən dayandı. borc vermirəm. Yəni, Mən o pulsunu bağışlayıram. Yəni, müəyyən bir məbləği bağışladım. veririksə verə bilmiriksə, yəni bunun haqqında yəni biz düşünürüksə, inanın ki, o insana biz və ona görə də sonunda pul verən insanlar, dostlar arasında belə olsa, onların arasında bir düşmənçilik yaranır. Və səbəb bu olur. Doğrudur. Səbəb bu olur. Və İçində düşünür, düzdür. əşi, Dostunla da yəni iş dostumdur, qurmayasan, verə mütləq bilmər. arın dəyəcək. Bəli, nə Bəli. olursa olsun orada bütün bağlar qırılacaqdır. Yəni o bağlar qırıldığı Bu artıq halda təsdiqini isə tapmış bir təsdiqini məsələdir. tapmışdı. İnan ki, Yəni elədir. inanın ki, dinlədiyim həyat hekayələrinin içərisində ən çox bir-birinə düşmən olub və həyatda zərb alan insanlar ən yaxın insanlarından gəlib danışan insanlardır. Hətta onun içərisində bacı da var, qardaş da var. Bir bacının, bir qardaşın bir-birinə paxıllığı, iki bacının bir-birinə paxıllığı övladlarının ilk 1-ci sinfə getməsindən başlayıb. O oxuyacaq, qəbul olacaq, sən olmayacaqsan. O oxuyacaq, qəbul olacaq, sən olmayacaqsan. Baxın, birdən düzdür, yaxın adamlar deyir ki, o qədər belə insanlar dinləyirsən ki, yəqin sən artıq hər kəsdən qaçma səbəbin buna görədir. Deyirəm, yox, bəlkə də çox gün ərzində energiya gedir, yoruluram, istəyirəm ki, gəlim sonunda yatım, dincəlim. Bəli, öz şəxsi həyatı deyiləcək bir məqamlar olmur. Ancaq iş, ev, evdəkilərin qayğısını çək. Yəni, kimsə bəzən görürsünüz ki, ən yaxın adam belə inciyir ki, sən heç bizə vaxt ayırmırsan. Deyirəm, vallahi, o vaxt ayırmaq, beynimdə də gələndə düşünürəm ki, necə eləyim ki, ortadakı bu bağlar düzgün formada bağlansın ki, bunlar axıra qədər düşmən olmasınlar. Ən azından doğmadılar da. Amma bəzən də görürsünüz ki, elə insan var ki,
İnsan özü belə, şəxsən öz ətrafımda da, öz yaxınlarımdan belə düşünürəm ki, biraz uzaq olsam daha yaxşı Daha olar. yaxşıdır. Çünki o insanın enerjisi əgər mənə mənfi təsir edirsə, baxın, gəlin belə bir şey deyək də, Samir bəy, mənim avtomobilimin rəngi qırmızı rəngdir. Mən odun sürüyəm. Mənə qırmızı rəng düşərlidir. Qırmızı rəngdən mən enerji alıram. Yəni, hər kəs baxsa, məsələn, araşdırsa, baxacaqdır ki, Qoç bürcü, İlan eli, odun sürü, həqiqətən də, yəni bu bürcdə olan insanlar varsa, hər hansısa bir, hətta o qara palasa deyirik ya, ora belə keçiblərsə, mütləq o qırmızıdan istifadə etsinlər. İç geyimlərində bundan istifadə etsinlər. Amma baxın, bunu bilməyən insanlar düşünür. Hə, bir sabah Aytan xanımın, hə, məsələn, 48 yaşı olacaqdır, qırmızı maşındır, elə bir 18 yaşı var. Amma o düşünmür ki, yəni sənin o dediyin sən özünə mənfiliklər gətirir. Gözəl düşün də. Hə, yaxşı Məlikə düşün xanım də, həmişə yəni deyir, mən əsəbə nəyimə var. lazımdır, Ancaq kim gözəl hansı... düşün ki, özünə də gözəl şeylər Və iş gəlsin. burasıdır ki, Samir bəy, istər-istəməz öz camiəmizi də bilirik də, yəni efirə də biraz çıxırıqsa, xəbər də olmadan onun səs yazısını atırlar. Hə, indən belə o insana necə güvənəsən, Bəs ondan deyirəm də necə mən. güvənəsən o Bayaqları Samir insana, deyirdi. olduğu kimi qəbul edirəm. O sənə Deyirəm, qarşı belədir, sinsi belədir. insandır, bunun xarakteri budur, bu insan kiminsə arxasınca danışmasa dayana bilmir. Hə, olduğu kimi qəbul edirəm. Ay, necə amma nifrət sadəcə edirəm olaraq uzaq. insanlar. Necə insanlara Zahide? Heç uşaq qəlbim də incimir. Sən Qəlbimi necə- ona görə niyə küsürüm? Gülbür, sən necə yoxdur. insanlara, Zahide xanım, necə insanlara nifrət edirsən? Yalan danışana. Yalan danışan, necə deyim? Tutaq ki, onun haqqında deyir ki, onun xoşum gəlmir, o gələndə ona gülür danışır. Mənə əqidəm götürmür elə şey. Bax, məsələ bundan ibarətdir də. Zayda xanım, nifrət edirəm, bəzən deyirəm, ay Allah, insan neçə sifət olar. Həmən uzaqlaşıram. Ona görə ətrafımda Bayaq heç kəs başqa, yoxdur indi da burada mənim. başqa. Vallahi. Tamam, Gülüm bu arada mənə yazdılar ki, Gülümün paltarı nə gözəldir. Bir neçə izləyicilər yazıb. Hardandır paltarın? Madenin Zahide Günəş. Zahide verib sənə. Hədiyyə. Mənə aldı. Sən verib. Mənə hədiyyə. Hardan almışsan Zahide? Onu mən modellərimə tikdirmişəm gülü üçün. hə, çox gözəldir. Keçən dəfə Əslində onun uzun yubkası var. Uzun yufka. Yubkasını geyməyibimdir, şalvarla geyim. Mən Məncə tikdirmişəm yufka ilə gülü daha üçün. gözəl olardı. Nə bilim. Gülü Hə? belə bir şey görmüşdü, Belə katalogda bir şey. görmüşdü. Məndəki hala sənin üçün Ki tikdirəcəm. ayda onu alardım. İnanın ki, belə sürpriz oldu da, elə heç gözləmədiyim onda. Neçə dəfə getdim, bu paltarım var bir Yəni. dənə. Dedim ki, ver mənə də. Gül, o geyinəcəksin, gedirəm verdə sənə nə lazımdır, bilmir. Deyirəm, hə, geyinəcəm. Xəbəri yoxdur, o üçün paltar tikdirirəm. Belə xalalar da var. Hə, Allah canını Allah sağ canı eləsin. sağ eləsin. Təşəkkür Hələ yeni də tikdirmişəm, biri var. Hə? Çox sağ ol. Sürpriz. Demək, Zahide xanım, sizdən bir ifa təqdim eləyək. Qurban deyir Zahide xanım birini oxusun. Ay qurban, sənə qurban, hardasan sən? Görmürəm səni. Aşağıda, sənin köhnə dostların da hamısı. Hə, canım. Ben seni belə bilməzdim, bilsəydim heç sevməzdim, bu könlümü sənə verməzdim. Amma mən sənə inandım, mən səni doğru sandım, sonunda yenə yanıldım. Sən könlümü alacaqdın, eşq oduyla yanacaqdın, qəlbimdə qalacaqdın bəs sonda. Sən əhdindən dönmədinmi, özgəsinə getmədinmi, utanmadın, ölmədinmi? Yandım mən, elə yandım, dərdindən havalandım, heyf sənə çox inandım. Allahım, yandım mən, elə yandım, dərdindən havalandım, heyf sənə çox inandım. Yandım mən, elə yandım, dərdindən havalandım, heyf sənə çox inandım. Sen könlümü alacaktın, eşk oduyla yanacaktın, kalbimde kalacaktın ve sonda.
heyif sənə çox inandım. Allahım yandım, dərdindən havalandım. Yandım mən, elə yandım, dərdindən havalandım. Heyif sənə çox inandım, heyif sənə mən yandım. Mən təşəkkür edirəm. Deməli, bu mahnını Nanə xanımı da salamlayıram buradan. Nanə xanım verilişində oxumuşdum, onu paylaşım eləmişdilər. Orada bir qadın yazıb ki, arada vaxt olanda adam oxuyaraq istər-istəməz. Yazıb ki, can qızım, sən o qədər sevirəm, sən yandıran Allah yandırsın. Sonra da Səmral hər dəfə bu maşında qulaq asanda Səmralın sevdiyi ifamdır. Bedir, ana o necə dirsən? Dərdindən. Elə Səmralın bəzi şeyləri var, dərdindən. Deyirəm, belə deyirəm də Səmral. İstəyir indi bizi. Səmral heç gələcəkdə nəsə bu peşə ilə, bu sənətlə istəməz. O bilir nə qədər çətindir, nə qədər. Hə, həm də Səmralın xasiyyəti. Yox, o xasiyyəti ağırdır. Çox, elə bir 50 yaşı var. Çox ağırdır. Müğənni zadına. Özün ağsaqqal kimi aparır. Artıq Baxın, bilirsiniz niyə elədi? Bir ana bir baladılar ona görə də. Bilirsiniz, Samir, qadın öz həyatında kimi necə görmək istəyirsə, daha doğrusu özünü, öz həyatına uyğun insana həmişə o tipdə də bir oğul yetişdirir. Doğrudan. Bəli. Bax, inanın ki, yəni və həyatında necə görmək istəyirdim yəni onu. və öz oğlu da, o oğlanlar da qadının qədrini bilirlər. Qadına hörmət edirlər. Qadın ahın almağın nə olduğunu düşünürlər. Çünki o hardasa anasının axan göz yaşlarını, gizli onu görsə də silməsini, o məqamları belə gördüyünə görə onun içində bir əzm yaranır, bir əqidə yaranır və o əqidə onun xarakterini idarə etməyə başlayır. O istəsə də mülayim xarakterdə ola bilmir. Necə? Çünki artıq düşünür ki, mən heç vaxt heç bir qadını ağlatmayacağam. Heç vaxt həyat yoldaşıma xəyanət eləməyəcəm deyib. Baxın. Deyib səncə? Baxın, o artıq onun əqidəsi formalaşır. Ana deyir, bizim bir tanışımız var, elə bir ki, o ailəlidir, cavan ailəlidir. Yoldaşı onun çox necədir də, o qızı, xanımı. O da deyir ki, mən imkanım olsa gedib o öldürərəm. Xanımı incitmək olmaz, deyir. Heç bir xanımın, yəni ki, heç bir insana Allah Taala deyir, o icazəni verməyib ki, xanımı incitsin. Və deyir, ana, mən deyir, üzr istəyirəm, deyir, bağışla deyəcəm. Nəyi? Deyirəm, yenə deyir, ana, bağışla deyim. Deyirəm, deyir də Səmral, heç ağlıma gəlmir. Mən həyatım boyu, deyir, evləndiyim xanıma nə xəyanət eləməyəcəm. Nə də o incitib onun qəlbin xəyanət eləmərəm. Düşünüb daşınıb evlənəcəm. Baxın, çünki onun o... Düşünəcəm, daşınacam, seçimimi eləyəcəm ki, əbədi mən ona xəyanət eləməyim. Görsən, yəni deyirəm ki, bu ağıl. Bəli, bax onun... Çünki Zahidə səndə də görüb də bunu. Zahidədə də görüb deyə. Məsələn, görür anası məsələn düzgündür, dürüsttür. Məsələn, qabağına çıxan adam Zahidəyə layiq olmayan bir adam çıxdı qabağına. Yəni... Heç layiq olmayan, heç. Yəni, insan anasından ən çox kimi istəyə bilər, ən çox anadır da. Həqiqətən. Çox təəssüf edirəm. Amma mən əqidəmə uyğun olmayan bir insan çıxdı da ailəmə. Əqidəmə uyğun olmayan, düşüncəmə, dürüstlüyümə, sən bilirsən. Mən yan görən bilirəm ki, insan olduğumu. Səs gedirdi ikimizin də səsi, ona görə deyirəm can. Sənə aid olmayan bir adam, həqiqətən sənə aid olmayan bir adam idi. O deyir, rol içində rol oynamaq. Ay Allah, mən nələr görmədim. Baxın, Zahidə xanım, efir başlanan zaman bir cümlə dediniz ki, 8 ayın 7 ay yarımına yaxını o insan avtomobildə oturdu. Təbii ki, o insan sizi itirmək istəmir. O insan sizə qarşı etdiyi hərəkətlərində, əməllərində belə sizi bölüşməyə bacarmır. Amma o daxilən kobud bir insandırsa, birinci elə onun kobudluğu sizi özünə çəkibdir. Onun birdən-birə, belə deyək də, təsadüfdən yox, rus dilində belə deyirlər, risk etdiyi bir hərəkətlər. Qadın da elə bildi ki, bir gün bir sual verdi saytlardan biri ki, Aytan xanım, nəyə görə qadınlar biraz onlara kobud davranan
kişiləri sevirlər. Deyirəm, əslində özünə hörmət edən qadın, öz əqidəsini qorumağa bacaran qadın, çünki qadın sahiblənməyi sevdiyindən istəyir ki, o idarə etməsin, onu idarə etsinlər. O tip kişilər də idarə etməyə başlayandan sonra başlayır müəyyən bir cibindənmi istifadə etməyə, insanlığındanmı istifadə eləməyə. Yəni, bəzən də görürsən ki, onun o cahil cəsarətindən doğacaq addımları bir gün deyir, aşığın gözü kör olar. Əvvəlcə Zahidə xanım İraq o gözəl gözlərdən bir kör olur, bir aşıqlığın içərisində olur. Onların fərqində olur, dərk edə bilmir. O zaman ki, artıq dərk edə bilir, dərk edəndə artıq qapının arxasında qoymağı bacarır. Ona görə deyirlər ki, yəni özü ayaq üstündə dayanan qadın həyatda ən qorxulu qadındır. Çünki o itirməkdən qorxmur. Əgər gün ərzində bir məclisin 6 saatında ən hündür kablukun üzərində dayanıb öz pəncəsinə ağırlığı verən qadın gözəllik naminə özünü yəni daha gözəl təqdim etsin deyə. Axı səs geyimi tamamlayır, geyim deyək ki, görünüşü tamamlayır. Bunlar bir-birinə zəncirvari bağlı olduğuna görə, yəni belə qadınlara əzmək çox çətin olar. Düşünməsinlər ki, yəni mən bunu əzəcəm, keçəcəm, mən istədiyim səhvi edəcəm və bu məni hər zaman bir rahat, sanki bir kukladır da əli çatacaq. Amma insanda gör nə qədər insanlardan deyirəm, belə qorxuram mən əslində. Necə qorxuram? İnanmağa qorxuram. Mən insanlar qurban olum, Allahdan başqa mən heç kəsdən qorxmuram. Deyəcək sözüm də var. Xanımam, düzdür, xanıma yaraşmaz. Elə şeylər var ki, yaraşmaz. Amma lazım oldu, vuracaq əlim də var. Amma istəmərəm, evladım var. Təsəvvür edin ki, o emosiyaları qətiyyən. İstəmərəm, deyərəm, şeytanı Allah lənət eləsin. Nəyə görə ki, mənasız bir şeyə görə. Həm də bir şey düşünün ki, ağıllı qadınlar həqiqətən bəzən baxırsan ki, kişilər ağıllı qadınları yox. Qabağında bir belə, nəyə görə indi bəzi müğənnilər əzaları ilə daha çox qazanırlar? Çünki yəni onlar asan qazanılan insanlardır, onlar asanlıqla hər yerə gedən insanlardır. Yəni hə, puldur da verirlər, mən bunun dalınca qaşım deyə düşünənlər, təbii ki, sonunda... Sözümün canı nədir? Bax, Samir, dostumsan deyə etiraf edirəm də sənin verilişində. Ola bilər ki, ayıb olar. Mən danışıram, tamaşaçılar baxır, eləyir. Üzr istəyirəm, hər kəsdən üzr istəyirəm. Sadəcə nəydən, bilsən necə, küsmüşəm həyatdan, nəyə küsmüşəm? Dediyim kimi, gəlib qapıda dayanasan, ayrılmışıq da, artıq 8 aydır. 8 ayda keçir. Ona baxmayaraq, gəlib maşında oturur, ona baxmayaraq, başqa o mənə xəyanət elədiyi qadınla da görüşür. İnsan necə həyatdan qorxmayarsan? Nə bilsən Zahidə? Mənə deyildi də, onda bəlkə gözümdə qalardı bir, xatirələrimiz gözəl bir qalardı da, xatirəmdə, onun mənə elədiyi əziyyətləri, mənə sizsiz. Səmimiyyəti. Sadəcə olaraq hisslərindəki odur. Hisslər bir gün bitəcək, amma siz onun nəfəsisiz. O öldü. O, mənim üçün düzü sağ idi yaşarkən, amma onu artıq eşidəndə dedim, insan bu qədər məqidəsiz Amma olar. hər kəsə də inanmıyor. Yox. Mən sənə bir şey deyim. Sizə də xəyanət problemi oldu da, hə? O sənə xəyanət... Başqa nə ola bilər ki? Başqa heç bir şey. Xəyanətdən başqa heç bir şey ailəyə dağıda bilməz. Amma bilsə necədir, qadınlardan üzr istəyirəm. Elə xanımlarımız var ki, əlacsız qalır, xəyanətə boyun əyir. Doğru? Əlacsızdır da, onun işi gücü yoxdur. Yox, orada bir quru başqa... çörək də yesəm, xəyanət heç o bağışlamaram. həyatım boyu. Xəyanətə bağışlayarsan. Mən də bağışlamaram. Bağışlamazsan. Olub heç sənə xəyanət? Mən bağışlamamışam, heç bir dəfə də keçməmişəm. Şans da verməmişəm. Bir şeyə görə ailəmdən ayrılmışam. Buna görə yox? Yox, xəyanət olmayıb, başqa bir şey. Onu mən sizə deyərəm. Efirdə istəmirsən demək. Amma xəyanət olmayıb da. Yox, xəyanət olmayıb. Aha. Qurban nə deyirdin? Özü özünə eləyib. Kimin? Yaqub, Gülün səsində problem var arada. Danışdır da, necə danışsan? İkisindən mikrofon var. Qışqırsın. Zahidə xanım, demək budur da əsas Əlbəttə, məsələn, mən bilmirdim buydu problem. Xəyanət edən insandan hər pisliyi Mən gözlər. elə bilirdim ki, sən işlərə həddindən artıq qarışırdı, Elə həddindən şey artıq olar. müdaxilə eləyirdi. O deyirdi ki, mən... Xəyanət eləyən adam oxşamırdı axı. O qədər bunun başında pərvanə idi ki.
Görürsən sən indiyə qədər inanmırsan. Hə, mən O tam da üzr istəyirəm. bax, Umacağı var psixoloqdur. idi sizdən. Heç vaxt yox, sən bilir. yo, Mən özü duymurdum. qazanırdı, özü gətirirdi, Yox, azdan yox. çoxdan. Yo. İndi ailə olanda Heç elə insanla mən salam verirəm. Heç bunu O qoymur, bəzi yox, müğənnilərimiz var, istəmirdi, deyir, təmiz ərim insan. belə biznesmen, anda ki, onlar alır maşın altına. Heç mən o həyatı yaşamaram, o əqidəsizliyi. Yo, Zahidə Heç xanım vaxt. qazanırdı, özü də yaxşı yerdə işləyirdi. Pis adam da değildi Allah tərəfi. Zahidənin də ki, day belə pərvanə kimi başında dolanırdı da. Hər bir qadına elə bir kişi, hamı deyirdi ki, yanıyorum. İnsan bu qədər sevər. Bax, bütün Gülək yanıyorum elə verdi. bilir. Neylədin onun güllərin yoldun qapıda? Hamısını kəsdim, qayçıladım. Ay yox da. Zahidə eləmirsən də orada. Gələrsən, görərsən. Çox şeylər var ki, hə. Hə, elə o, Elədiyi şeylər elə bilər hamısını şeylər. Məhv elədim, amma ki, ondan Ortada da çox gözəllər, böyük ağaclar bir, əkilir. sevgi Həyətində olub ha. güllər əkilir. Mənə bax, o mətbəx Dəyişiklik satıymışdı gəldi. həyətdə. Onu Ondan saxla. da gözəl oldu. Amma Gələrsən, görərsən. deməyək qədrin bilmədi. Sadəcə olaraq Baxın, olur bir da dənə xəyanət, bəzən. bir də bir şey demək istəyirəm mən buradan izləyicilərimizə. Bax, hörmətli, o günlər Xuraman xanım da burada olanda biraz həyat hekayəsini danışdı. Xuraman xanımla da bağlı bizim aktristamiz Zahidə xanım. Ay, İftara çox götürüb sevirəm, gələcəm də çox onu sizə. sevirəm. Ürəyinə O mənim düşüb. canımdır, o mənim Rama xanım nə bacımdır. qədər xoşbəxtlik arzuladı o insana. Hə, ürəyinə Nə qədər düşmüsən, nə xoşbəxt xəbərin var? Sən axlar başqa bir yerdə Onun ürəyinə iftardayıq. qurban olum. Baxırsa Mən burada yenə də qoruyuram öpürəm adını. xuruşumu. Bəli. Sabah başqa bir yerdə Hə. iftardayıq. Nadir Bayramlı. 2 gündən sonra gəlin, çünki sabah da efirdəyəm. Birisi gün də dalbatal efirdəyəm. O O birisi bir gün gün efirdə başla. deyiləm, çünki yolunuzu gözləyirəm özü qapıda. Deməli bir saniyə. Tamam, Sabah tamam, ikinci hər gün. şey eləyəcəm. Dördüncü gün sizdəyik iftara. Mütləq. Vəssalam. Mütləq. Deməli Siz də gəlin. Siz də gəlin. Hə, Aytən xanım, dördüncü gün İnşallah. inşallah Zahidə xanım gəlib. Qurban Bir olsun, qədiyyə. Həyat evi ürəyim gözəl. gəlin Var bizə. olun. Bir şey deyim. İnşallah Gülü ilə çalışaram. qarşılayacaqsınız. Bir məsələ var da. Bax, Xuraman xanım o günlər deyirəm. Gəlin götürsək ki, hansısa bir tanınmış sənət adamının, məsəl üçün Zahidə xanımın həyat yoldaşı və yaxud Xuraman xanımın həyat yoldaşı. Bunu cəmiyyətdə də bilirlər də, bunlar kimin həyat yoldaşlarıdır. Məsələn, onunla ilişkiyə girən hansısa bir qadın, hansısa bir, nə bilim, qız, inanmıram qız uşağı elə şeyləyir, yenə qadın da. Böyük qızları var. Hə? Böyük qızları var. Hə, yəni o axı bilir ki, bu Zahidə xanımın həyat yoldaşıdır da. Yəni onu niyə özünə aid bilmir? Onu necə sığışdırır özünə? Səmir Allah ölənlərə rəhmət Kimisə artığı sayılır da. Sən kiminsə həyat yoldaşın gətirib çıxartmısan yuxarı başa, nə var, bu mənim əlimdə. Özündə o deyirlər, gəlin göbək olmuşam. Özündə bir xəyal yaratmışam. Neynəsən də sən ikincisən. Keçib Neynəsən də deyəcəm. sən üçüncüsən. Bir, ikinci də yekə övladı olan, böyük övladı olan xanım, böyük övladı olan, nə bilim, heç böyük yox, bir 7 yaşında, 8 yaşında oğlu, qızı olan qadın 11 evinə yüksək kişi oxuyub, gətirirsə, kitabı. o qadından əxlaqsız qadın Samir, yoxdur. bax deyəcəm, nə Balalarının varsa, yanına. Samir, nə varsa sən verilişində açdım, dedim mən. Sən təsəvvür eləginən ki, o məsələni mənə dedilər. Kimsə dedi ki, Zahidə, dur ayıl, o belə bir insanla ilişkisi var, münasibəti var da. Mən deyəndə söhbət oldu, o mənə dedi ki, Zahidə, anam ölsün, bacım ölsün, nəslim, köküm ölsün, doğmalarım ölsün. Mən o əvvəl tanımışam, yəni ki, Münasibətimiz O yoxdur. xanım da sənət aləmindədir. o xanım yox. Mən özüm müəlliməyəm. Pedaqoji universiteti bitirmişəm, o da müəllimədir. Başa düşdünüz, mən müəllimələr bizim başımızın tacıdır, əstəğfurullah. Bütün müəllimələri şamil eləmirəm. Təbii ki, bu peşədir. Hər Yəni şey də var. ailəsi Hər müəllimə peşənin dağıdır. özünün Və Zahidənin ailəsi bir mənim müəllimə həyat yoldaşım dağıdıb, müəllimə. Ona məcbur elədi. Ona məcbur elədi ki, bəs ailəm dağılır belə elə. O qadın mənə zəng elədi. Mənə zəng elədi ki, 2 qızım var, 2 qızım ölsün, mən ona münasibətim yoxdur. İnsan da bir kişiyə görə 2 övladı yoxdur, nə dəxli yoxdur. Lap bir övladını öldürərmi? Özü Mən onda müəllimə. qorxdum. İnsanın övladı Bax, onun mən zaafıdır. onda Yəni Samir artıq qorxdum ki, insanlar bu qədər mən balamın üzr istəyirəm, dırnağına qurban olsun. Bütün dünya malı. əlbəttə ki, insan Bütün övladına görə hisslərim hər qurban olsun şeyə mənim balama. Belə şey mi olar? Onda artıq dedim ki, ay, hələ sənin tayın odur. Balasını öldürən bir insan, yəni ki, mənim andım qəbir evinəcən anddır. Əgər mən bir şeyə and içmişəmsə, deməli ölüm ola bilər orada. Başqasının ərinə görə, başqasının Ölüm ola bilər həyat orada. yoldaşına görə deyir, Namusuma iki balam görə ölüm ölsün. ola bilər orada, Bizim əqidəmə görə. münasibətimiz yoxdur, həm də müəllimə. Onlar axıra qədər bərabər Müəllimə. olmayacaqlar. Özləri bilər. Yəni ki,
O qadına da buradan sağ ol deyirəm, təşəkkür edirəm, ay Allah. Allah sizi xoşbəxt eləsin, qulağım dinc olub. İnan qulağım dinc olub. Nəyə görə? İnsanın ən çox təşəkkür Çəkilişə edir. getmə. Kişi müğənnis, kişi aparıcısı da olmaz. Ay Allah, mən onun xətrini çox istəyirəm, qardaşım bilirəm, aramıza girirdi. Şou proqramları qoymaq. Deyirdim, yaxşı olmaz. Mən Mağaza açılışlarıdır. Hə? Yaxşı qonorar alacam. Zəng eləyirdilər. Olmaz, deyirdim, yaxşı olmaz. Mən də deyirdim, Hə, xoşbəxt Zahirə ailəm var, qoymurdu olmaz, içeri. olmaz. Ancaq ailə mənə. Söndüm ha. Olmaz. Elə. Dəyməzmiş. Dəyməz, Eləyərsən o dəyməz, səhvləri demə, Gülə. dəyməz. Gülə adam tanıyansan yoxsa yox? Yox ha. tanıyanam, mən hissim güclüdür. Mən kimi adam tanıyan, kütükdən seçən insan yanılıb. Xanım heç də dedikdir. Başqaları nə? İnanın Bir ki, dəqiqə. insan Mən- öz Bir dəqiqə. həyatında onu edə bilmir. Sübut elədim. Bir dəqiqə, necə çıxıb elədin Zahirə? Bir dəqiqəyə? Bir dəqiqə. Çünki məndə də o an içəndə ki, belə şeylər yoxdur, mənə deyilmişdi. Dedim, sən bilirsən ki, indi bu dəqiqə toylardır, efirlərimdə vaxtım yoxdur. Amma mən istəsəm, yarım saat mənə vaxt lazımdır ki, mən bilim ki, sən kiminlə nə danışımsa, bütün çəkilişlərim məndə olsa, inanmadı ki, sən nə danışırsa elə şey deyir, var. Varsa deyir, sübut elə. Dedim, yaxşı, gülə-gülə. Nə Gülə-gülə sübut dedi. elədin? Gülə-gülə də sən Səhərsi göstərdin. günü bir gün məşğul oldum. Kamera çəkilişləri, səs yazıları hamısını gətirdilər qarşımda. Buna da bitdi. Yəni ki, elə bir həyatda yaşayırıq ki, indi. Bir də sən bir şey Heç demə, kəs müəllimə heç kəsi aldada utandı bilməz. heç. Təbii ki. O müəllimə heç utandı bir üzr istədi sizdən yoxsa yox? Qaçıb gizlənib hara üzr istəyir? Yox, neynirəm ki, o üzr istəsin? Mən o deyirəm, xoşbəxt ol. Bir-birinizdən müğayət olun. Taylı Aytar xan. Valla, Deyir o taylı tayın. neynirəm? Taylı tayın. Tapıb. Tapmasa günü ahva ilə. Əqidəsizin yanında əqidəsiz olar. Başa düşdün? Şərəfsizin yanında şərəfsiz olar. Bununla da bitdi. Amma Zahidə xan bir şey deyim də, əgər toplam götürsək, dinlədiyim həyat hekayələrinə rəğmən, yəni kişilərin 99%-ində belə deyək, adam ona Necədir? görə də, yəni xəyanət var. Yəni baxırsan ki, bax sual verirsən ki, bax həyat yoldaşın var da, niyə məsələn istəyirsən də məsələn bu qadını da müəyyən bəhanələr gətirir. Deyir o mənim həyat yoldaşımdır, uşaqlarımın anasıdır, ondan gözəl ana yoxdur, ondan gözəl evdar qadın yoxdur. Bəs nədir də? Nədir gözəl səni sözdür başqa qız. bir yerə aparan? Nədir? Sadəcə o istədiyim kimi anında şəndir. Bir daxı onunla bir yerdə yaşamır. 5-10 dəqiqəlik öz hissləri ilə, həvəsi ilə danışar, gülər. Evə gələndə evin məsuliyyəti, evin ağırlığı, qayğıları, Arvada bir arada gələn gün, kartof yoxdur, deyir, o soğan əslində yoxdur. o kişi xoşbəxtdir ki, Sabah onun uşağı, xanımı nə bilim, falan deyingəndir. şeylər Bu düz O demir də deyirsiniz. onu. Samir, O iş stolu onda, bəziyir. Samir, Bəli, iş O ondadır stolu ki, bəziyir. bu insan Ramin, Eş, bilirsən Ramin, Nədən adını da məclisi deyirəm. Bu insan sadəcə bütün qohumlarının, dostlarının, dostun ailələri yanında mən heç ehtiyacım yoxdur. Mən tutaq ki, iş görürdüm, yemək hazırlayırdım, oturmuşduq ad gündə və yaxud da bir şad günlərində yığışırdıq bir yerə. Hamısı yanında deyirdi ki, mən həyatım boyda həyatı yaşamışam. Bütün axtardıqlarım cəmləşib Zahidədə. Əslində o yalan demir. xasiyyəti. Əslində Mənə də Zahidə demişdin xanım, o Mənə yalan demişdin, demir. düzdürmü? Yox, valla, Hər bax şey o Zahidədən insanı tanımıram. Cəmlənib də, yəni ki, mən yatanda da, gecə yatanda deyirdi ki, Allahım sənə min şükür ki, mən üzr istəyirəm. mən bu Qarşına hadisədən. Zahidə xanım çıxır. Mən qarşımda belə həyat yoldaşım var. Səhər duranda da belə deyirdi, əlhəmdülillah. Ay Allah, mən belə həyat yoldaşım var. Bunu deyə insana aldatılsın. Bax bilirsiniz, bax Bu siz həyat Bir də Məndən Aytar xanım, emosiyalarınızı- Zahidə xanım, mən bir Zahidədə bunu görmüşəm. Bir də Rəqsanə xanımda görmüşəm bunu. İkisi ilə də dostdan belə ailəvi gediş-gəlişim olduğuna görə Zahidə xanım da çox evdardır. Zahidə xanım da bax pişdi, düşdü, evdə bir qadın həyat yoldaşına nə etmək lazımdırsa, yaxşı mənada da, həyat yoldaşının ürək istədiyi yeməyi bişirəcək, onun paltarın, təmizliyin, hər şeyin bir qadın həyat yoldaşı Onun üçün anası nə da deyirdi o eləməlidir? sözü, bacısı da, ailəsi Hə, də. nə etməlidir? Hamısını Zahidə xanım eləyir. Çünki Zahidə- əvvəl o evli olmuşdu, əvvəl evli olub da, amma mən onu tanıyanda evli deyildi, anası gilinlə yaşayırdı. Öz doğma anası, bacısı, qardaşı, ailələri deyirdi ki, əvvəlki həyat yoldaşı da bax, bu da müğənnidir, ona bax. Gör nə qədər fərq var insanlarda. Mən tanımırdım. Onlar Peşəyə dediyini görə deyirəm. insanı yəni seçmək olmaz. Axı o Evdə deyim, peşədir. məsələn, tutaq ki, çəkilişdən gəlmişdi, indi ola bilər də hamının evində olur. Hələ belə Yüngülvarı hər zaman evdə yemək olub. Deyirdi ki, qəfildən mamam deyir, gəlir, bacım deyir, bizə qonaq gəlirlər. 40 dəqiqə bu oturunca onlar çatana qədər mən neçə cür salat hazırlayırdım. Burada dolma bükürdüm, burada yeməyi.
Bunlar kursdakindən istəyirdi ki, Zahidə belə, yəni ki, adi yemək var idi evdə yemək. Sən necə bunları çatdırdın? Heç bir saatda yox. Söhbət ondan getmir. Söhbət ondan gedir ki, evdarlıq, canı yanmaq, insana olan hörmətdən Maşallah, Zahidəni də ki, həmişə irəli gəlir. soyuduqsa, Amma həmişə təəssüf dolu edirəm olsun. ki, bəxtim gətirmədi. Yox, belə deyil. Ailədən. Təbii Amma ki, valideynlər tamaşaçılar yaxşı idi. çox gözəl. Bacısını indi də çox sevirəm, dünyalar qədər. O da məni çox istəyir. Dünyalar qədər. Anası? Anasını da dünyalar qədər çox istəyirəm. Övlad əgər nankordursa, onun əqidəsi yoxdursa, o valideyn neynəsin? Mən onlara deyim ki, pisdir, yox, elə deyil axı. Çox gözəl insandır. Qardaşı üçün vəfşi çox sevirəm qardaşım. Dünyalar qədər. Bilirəm ki, o da məni çox sevir. Elə, onlar pis olublar. Çünki indiyə qədər də deyirlər ki, indiyə qədər eşitmişəm, deyir ki, Zahidə belə elə, eşitmişəm. Eşitmirsən? Hə. Sən əlaqən qalıb onlarla? Əlbəttə, bayramlarda bacısı ilə danışırıq, o da məni yığır, mən də onu yığıram, bayramlaşırıq. Demək pis bunun Ömür, özüdür. yox, ömür qısa deyil ki, məsələn, mən elə o pisdir deyə deyim ki, ailəsi hamısı pisdir, belədir, elədir, o mənim insanlığıma yaraşmaz, yalan. O mən yalan olar da danışsam. Ailəsi gözəl ailədir. Hə, yaxşıya yaxşı deyəcəksən. Özü pisdir bir dənə. Pisdir deyəndə ki, pis necə olur ki da bundan xəyanət eləyən insan nankordur da. Nankor. Aha. Nə deyəsən? Niyə Aytən xanımlar bir dənə xəyanəti hər şeyi bağışlayırlar? Bir dənə xəyanəti. Səni olmaq bacarmıram. kişisən, sən olan xəyanətə bağışlayarsan. Kişilər bağışlayar, Bax, qadınlar xəyanət eləsin. mən ona dedim Kişilər ki, o dedi ümumiyyətlə mənə şans ver. kişilər o Mənə nəsə ümumiyyətlə eləyiblər. qadının xəyanətini ölümlə. Ölüm həddinə gətirir. Bir dənə söz deyim də sizə, bir dəqiqə üzr istəyirəm, sonra siz tamamlayarsınız. Buyurun. Samir dedi ki, mənə bəs dedi mənə şans ver, mənə nəsə eləyiblər, nə bilim mən seyid adamam. Biz elə şeylərə inanmırıq. Gəl cadu zad eləyiblər ki, bunu bizim aramıza girsinlər. Dedim, mən elə şeylərə inanmıram. Cadu da mənim düşüncəmdir, əqidəmdir, namusumdur. Elə şeylərə inanmıram. Dedi ki, mən həyatımın ən böyük səhvini eləmişəm. Belə neçə günlərlə danışdıq, elədik, elə vaxt 1000 dəfə zəng elirdim, 1001-cinə cavab verirdim ki, buyur sözüdür. Dedim, əgər mən sən eləsiydim, mən elə səhv eləmərəm ha, əstəğfurullah, mən namusuma yaraşmaz. Adicə mən bir kişi ilə telefonda gizlincə danışsaydım, adicə söhbət eləsəydim, ha, elə belə. O mənə sevgidən əsədisiydim, mən də gülsəydim, dinləsəydim, neyniyərdim? Öldürərəm səni. Dedim, indi mən neynim? Deyir ki, öldür məni. Gəlim öldür. Dedim, ay sənə qurban olum. Səni niyə öldürürəm? Həyat davam eləyir. Övrədıma kim baxacaq? Ayrılmağa dəyməz. Ayrılmayın. Yox, Ayrılmayın. Bax, mən sizi Yox, bitdi getdi da. Yox, gedən Zahidə də getdi. bir dəfə. Getdiyi anda hər şey bitmiş. Hə. Dedim, səni Deyir, bir gün o öldürürəm. sevgi mənsiz Sən qaldısa, deyirəm, səni öldürüm, gedim özüm zindanda yatım, evladımla da. Qalsın ortalıqda. Neynir, amma mənə lazımdır. Sən öldürməklə nə olacaq ki? Sən özün öldürmüsən də onsuz da. siz hər dəfə oxuduqca, o sözləri dedikcə onsuz da ölür. Ölür? Elə qoy yaşasın, onlar eşitsin, ölsün. Aha. Mən heç vaxt ona Amma uzun xəyanət ömür edən arzu bir edirəm, ölməsin. insan, inanın Mən ki, oğullarımı görsün. Zahidə xanım, xəyanət edən insan ümumiyyətlə yanında kim varsa elə hər gün ona baxaraq ölür. Doğrudan. Hə, nə olursa olsun, yəni o sizi gördükcə, efirdə gördükcə, yəni siz başqa bir cəmiyyənin xanımı deyilsiniz də, hər gün efirdə olan. Bəli. Yəni sizin o oxuduqlarınız, o hər gün niyə itirdim düşüncəsi ilə bir də ola bilər ki, müəyyən emosiyalar ola bilər ki, yəni İndi martda da, qadının mart ayıdır. Bəli, Dekabr, yanvar, fevral. Fevral ayında Səmrala zəng elədi oğluma. bəli. Oğlum bilmədi nömrə, başqa. Dedi ki, Səmral, mən belə elə, Səmral dinlədi. Dedi ki, sən dünyada anın mələkdir. Sən anın qədrini bil, dəyərini bil. Mən özümə elədiyimi heç kəs eləmədi. Səmral, sən anın bir mələkdir. Atın zəng vurmuşdu yanvarda. Özü ay mən sizə olmaz. bir şey Mənə deyim, bir də incəsənət göndərdi. insanlarının sevgisi də tamam başqa cür olur. Mən bunu qaynanamda da Həssas və görmüşəm. güclü. Çox həssas olurlar, nə hər şeydən keçirlər o sevgiyə görə, amma bir yer var ki, axıra Orada qədər dayanmaq qədirləri lazımdır bilinmir. Mahirə xanım, dayanmaq lazımdır. Elə yer var ki, işir Mahirə xanım, soyuğa düşür. Soruşsalar bitti deyərsən, mənə bu qədər yetdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb. Ay Samir, getdi deyərsən. Bəli. Zaten xanım, gəlin sizdən bir ifadə təqdim eləyə. Yox, gülüm. Kimdən olacaq ifadə? Gülü, dur. Gülüm, gülüm, gülüm.
Bir şey mi oldu, neden değiştin, terk ettin beni? Cilveli gözler boş bakar oldu, kahrettin beni. Kimle duydun, kimlere uydun, nasıl inandın? Elleri boş ver, bende yalan yok, seninim yar. Lafımı olur, daracına vur beni, sözümü olur, yedi düvele sor beni, yedi canıma yeter ki anla, sevdalardayım. Lafımı olur, daracına vur beni, sözümü olur, yedi düvele sor beni, yedi canıma yeter ki anla, sevdalardayım. Lafımı olur, daracına vur beni, sözümü olur, yedi düvele sor beni, yedi canıma yeter ki anla, sevdalardayım. Lafımı olur, daracına vur beni, sözümü olur, yedi düvele sor beni, yedi canıma yeter ki anla, sevdalardayım. Yedi canıma yeter ki anla, sevdalardayım. Hiç istemezdim, neden değiştin sevda yerlerde? Pembe gülüşler yüzünde soldu, insafın nerede? Kimle de duydun, kimlere uydun, nasıl inandın? Elleri boş ver, bende yalan yok, seninim yar. Lafımı olur, daracına vur beni, sözümü olur, yedi düvele sor beni, yedi canıma yeter ki anla, sevdalardayım. Lafımı olur, daracına vur beni, sözümü olur, yedi düvele sor beni, yedi canıma yeter ki anla, sevdalardayım. Lafımı olur, daracına vur beni, sözümü olur, yedi düvele sor beni, yedi canıma yeter ki anla, sevdalardayım. Lafımı olur, daracına vur beni, sözümü olur, yedi düvele sor beni, yedi canıma yeter ki anla, sevdalardayım. Yedi canıma yeter ki anla, sevdalardayım. Güzel. Zahide, gülümün sesi çok güzeldi ve dostlarım var, bakırlar efirə, şəxsi dostlarım. Onlar da salamlar yazdılar. Ne güzel hanımdır, ne güzel okuyor. Teşekkür ederim her birine. Güzel fikirlerine göre. Deməli, mənim dəyərli dostum, onu çox istəyirəm, tontişim mənim Elman. Elmanı buradan salamlayıram. Onlar bizə Qurtuluşdan baxırlar, Qurtuluş 93-dən. Naxçıvanlı balası yazır ki, qaynatası Rasim, qaynanası da Hür xanım. Bir də Sevda balamız bizə baxır. Buradan salamlayıram. Elman, qaynanan elə bir mənə nəsə göndərməli idi. Bəlkə də göndərib Elman yolda yiyib. Salamlayıram Elmanı. Sonra müğənni İlahə Ülvü. İlahə Ülvü salamlayır səni. Deyir Zahirə bir dənəmizdə. Öpürəm. Heyf sənin adından, ay İlahə xanım. Hə? Heyf sənin adından? Hə, heyf. Həqiqətən. O adı da heyf o adda. Canım. Deməli, kimdir bu? Salamlayıram sizi və qonaqlarınızı da. Füzuli Abbasov adlı bir izləyicimiz yazır Şəmkirdən. Salamlayır o da sizi. Pərviz nə deyirdin? Hə, Zahidə xanım deyir, danışanda mikrofona danış. Bara Pərviz səni də salamlayıram. Bizim yeni efir rejissorumuz. Yeni Canımız Pərviz, canımız gözümüz, Mahirə əzizimiz. xanım, Pərviz. Maşallah, yeni səsləri eşidirəm. Matmətlər qalmışam. Hələ qulaq öyrəşməyib. Hələ qulaq öyrəşməyib. Hərdən səslər gəlir, belə diksinirəm. Deyirəm, ay, kimin səsi idi belə? Əslində, Zahidə xanım,
Necə keçirdiniz bayramı? Mən yatdım. Boy, Vallahi. bayram günü yatdı. Elə demək olar ki, Aa. çox tez yatdım. Demək olar ki, Dincəldim. illərdən sonra ən gözəl bu il keçirdim bayramı. Harda? Evdə. Gülü, Ay canım. bu il bayramı necə keçirdik? Bu il bayramı biz Günəşimin evində Necə qeyd elədik. keçirdik? Çox gözəl Tonqal bir yandırdınız. Nələri, nələr. Çox gözəl, Baxmayaraq yağış həqiqətən. yağmışdı. Yağış yağ, tonqal eləmədi. Elə Amma gözəl çox keçirdik bu illəri. Ailə, böyük ailə hamı bir arada. Hamımız bir arada. Yaqub, zəhmət olmasa xanımın səsində problem var. Bax indi, danış. Gəlmir səs. Gör gəldi indi səs, bax bir dənə. Hə. Baxın görün gəldi. Zayda xanım, Gözəl yaxşı keçirdik, deyin görüm. Samir. İbumi yığılmışdınız Mən ailə. sənə həmin günü yığmışdım, sən cavab vermədin. Yadıma düşdün sən. Durdun neysə. Səni verilişdə boğacam. Hər İstəyirdim ki, bayramı sən də biz- gələsən. Hər Hə. il hər öz evində qeyd edirdi, amma bu illər qismət oldu. Bizdə. Həqiqətən Bəzi çox adamlar gözəl olmayıb, bayram. ona görə. Bütün bacılar Elə yığıldı gözəl bir oldu. yerdə. Hamına, hə. Həyətdən səhər-səhər durdum bacı. Güllər öz güllərimizdən dərdim həyətdən. Süfrəyə Gözəl bir dənə süfrə açdım. Heç kəs gəlməmişdi. Ha, hərə öz evində. hazırlamış, Tək hər tənha. Tək tənha. Bəli. Düz 20 nəfərin yeməyini hazırladım. Maşallah. Salatlar, nə bilim gördü da. Zayda. Plov, 2 cür qara. Həm dolma, evin nə işini bilim, görür, həm də- şirniyyatlar. Doğru. Maşallah. Doğu səçim bişirəcəm, gəl. Deyirəm maşallah bu Hə, qədər şey qırmızı necə bişirəcəm. çatdırırsan Zakırsan. Maşallah deyirəm necə çatdırırsan da bu qədər. İftara sizdə yemə, sonra mən demə. Nə işin olsa da Sənə onu... qurban olaram mən. Maşallah, Aa. maşallah. Əlbəttə, Ləğv bir eləyirsən. deyil. Doğu da bişirim də onu Hə. səs doğu yaxşı. Bir sənə mənim doğamdan yox. Zahid xanımın yarpaq dolması, doğası, dəyişək. İndidən bir nə istəyirsən? Yeri vallahi Ürəyim. istəyirəm. Ay iftar üçün də işini yeyə bilmirəm. Hə, adam heç Sizə nə də istəmir. Zayda Hə, xanım. heç nə Ay istəmir. dədə. Mən dünən təsəvvür eləyin ki, bir stəkan elə su içmişdim. Mamam yığdı. Daha doğrusu mamam yığandan sonra durdum suyu içdim. Bu arada hər gün sizi izləyirəm. Hər gün. salamlayıram. Deyirəm mama Samirin qonağıyam. Ay mən deyirəm mən ki, salamlayıram. mamam verir. Mən onsuz da hər gün Samirə baxıram da, enerjimdə o mənim. Hə, Samirdə ondan sonra qəribə enerji var. bir stəkan su, bir də baxdım ki, axşam saat 10-un yarısıdır, mən hələ yemək yeməmişəm. Yəni ürəyim istəmirdi. Məndə içilir. Hə, heç yəni Elə ürəyim Allah qoruyur istəmirdi. ki. Yox, mən Vallahi. elə bir istəyirəm yemək. Elə bir gəlməsən baxıram, deyirəm bundan da istəyirəm. Qoy acım sonra yeyəcəm. Ümumiyyətlə tək oruçluqda yox, tək iftarda yox. Ayda xanım, baxıram ki, Deyəcəm məsələn sən iftara nəyə görə? gedirlər. İftara gedirlər. Baxıram ay Allah, stolun üstünü doldururlar, nələr. Deyirəm, bunu yeyirəm siz, bu boyda yeməyi kim yeyəcək? Adam baxıb Mən qoyur. bir dənə balaca kasada çorba Gözün içirəm. tox olduğu üçün sən beləsin, gözün tox. Balaca bir dənə boş qabda şorba içirəm. Bir də onun yanında qırağında nə olsa Allah nə verir, lap kartoşka qaynatması olsun. Onu yeyirəm, vəssalam. Ağzım kilitləndi. Özü bu sezon göyərtilərin vaxtıdır deyə elə bir də baxırsınız ki, İndiyəcəm göyərti pendirdən Təsəvvür Aydar xanım, ağzım belə konkret olaraq İstəyirsən gör kitabı da eləyək həyətdə keçək, Əziyyət saçın üstündə. çəkmə. Yox, Kim valla, eləyəcək ya? mən eləyəcəm. Necə kim eləyəcək? Yox, Saç da var. bilirsən. Hamısı hər şey, əlbəttə ki. Hə, eləyək. İstəyirsən eləyək, onu da eləyək. Gülə gülə Getdi bu danışa. cür, Haram doşa da baldısan zaten. bal çıxır. Bax bu cür adam itirmirsən sən. Eləyək. Sənin üçün. Bilmirəm sən onu İşte eləmə. sevgilin zaten danışmayaq, sağ olun. Hə, Mahnılarım, Zayda salam xanım, siz, hə. 10 saat ay danışdığımız danışdıq. Sağ ol, nə qaldı Aydın ki? xanım, sən bilirsən nəyə görə? Baxmaqdan Sən savay əlləm qəlləm gözəl adam nə deyilsən, qaldı? Can. fırıldaq adam deyilsən, saxtakar deyilsən, nə bilim, başqasının həyat yoldaşına həyat yoldaşımdır deyənlərdən Heç deyilsən. vaxtı, yo, yo. Ailə dağıdan Allah deyilsən. eləməsin. Sən Allah həyatdır. eləməsin. İstədin, xoşbəxt olasan, ailə qurdun və sən tərəfdən yox, qarşı tərəfdən alınmadı. Sən burada neyniyəsən? Sən kefindən ailəvi dağıtmamısan ki, sən də istəmirsən ki, xanımlıq oturasan evdə ər çörəyi yeyəsən. Kimdən ifamız gəlir? Tamam, belə deyirik. Zahidə xanımdan bir ifamız var. Ardınca ayrılırıq. Pərviz müəllim deyir ki, şifahi məlumata. Sonra davam edəcəyik. Zahidə xanım buyur.
istəyim həmən sənin ürəyindən nə keçir görəm. Yenə fikrim dalğın, xəyalımda sən, ayrıla bilmirəm xatirələrdən. Sevgim həmənkidir, istəyim həmən sənin ürəyindən nə keçir görəm. Sevgim həmənkidir, istəyim həmən sənin ürəyindən nə keçir görəm. Bu solmuş bağçamın gülünü neynim, bu sönmüş ocağın külünü neynim, bu solmuş bağçamın gülünü neynim, bu sönmüş ocağın külünü neynim. Sevgilim çəkməyim zülmünü neynim, sənli günlərimdir sənsiz xatirəm. Sənin ürəyindən nə keçir görəm. Bu sınıq qəlbində qəm pərən pərən sənin ürəyindən nə keçir görəm. Siz necə keçir günüm nə bilim, bu yolu gedim ya dönüm nə bilim. Ağlımı başımdan alırsan ərdən, sənin ürəyindən nə keçir görəm. Mənsiz necə keçir günüm nə bilim, bu yolu gedim ya dönüm nə bilim. Ağlımı başımdan alırsan ərdən, sənin ürəyindən nə keçir görəm. Ağlımı başımdan alırsan ərdən, sənin ürəyindən nə keçir görəm. Bu solmuş bağçamın gülünü neynim, bu sönmüş ocağın külünü neynim. Bu solmuş bağçamın gülünü neynim, bu sönmüş ocağın külünü neynim. Sevgilim çəkməyim zülmünü neynim, sənli günlərimdir sənsiz xatirəm. Sənin ürəyindən nə keçir görəm. Bu sınıq qəlbimdə qəm pərən pərən sənin ürəyindən nə keçir görəm. Sevgim həmənkidir, istəyim həmən sənin ürəyindən nə keçir görəm. Ağlımı başımdan alırsan ərdən, sənin ürəyindən nə keçir görəm. Bu sınıq qəlbimdə qəm pərən pərən sənin ürəyindən nə keçir görəm. Ağlımı başımdan alırsan ərdən, sənin ürəyindən nə keçir görəm. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsulları
məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən aqromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Təşəkkür edirəm. Bir şeylər oldu, belə ətim belə bir təhə qəribə oldu. Zahidə, sənə təşəkkür edirəm bugün gəldiyin üçün. Mən çox doğmam. Gülüm, sənə təşəkkür edirəm, gözəlimiz. Ayten xanım, çox sağ olasın. Ayten xanım, sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki bugün gəldiniz, proqramımızı bəzədiniz. Sən də yaxşı ki varsan. Çox sağ olasın, çox sağ olasın. Əziz tamaşaçılarımız, mən qonaqlarımı yola salıram, amma reklamlara ayırıram. Reklamlardan sonra mən burada olacağım, siz kanalı dəyişməyin. Qonaqlarım getmədilər getməyinə, amma deyirlər Samir, sən getməmiş biz hara gedirik? Getmirlər, belə şey yoxdur. Deyirəm, gedin də, gedin. Məni görün getmir, bilmirəm nə işdir. Üzümə yağ çəkmişəm, bal çəkmişəm, nə görüblərsə heç kim getmir. Amma bunlar mənim dəyərli dostlarımdır, əziz tamaşaçılarımız. Bugünlük bu qədər. Sabahları eyni saatda, eyni vaxtda evlərinizdə qonaq olmaq ümidi ilə ayrılıram sizdən. İnşallah sabahları fərqli başqa qonaqlarımla yenə də görüşünüzə gələcəm. Özünüzə yaxşı baxın. Allah'a emanet.